Salam, hər vaxtınız xeyir olsun. Nə vaxtdır test izahı videosu paylaşmırdım. Bu günlərim atomun quruluşuna aid hesablamalar bölməsindən test izahına baxacağıq. İlk testimi lövhəyə köçürtmüşəm. Deməli, mənə nə deyir? İyonları verib X, Y, Z, elektronların sayını verib, bu soruşduğudur. Protonların sayını verib və sonda məndən C-ni soruşur. Biz bilirik ki, protonla, elektronla, iyonun yükündən gedəndə söhbət bizim düsturumuz var. Düsturumuz nədir? İpə sapa yatmır. İyonun yükü bərabərdir protonun sayı çıxılsın elektronun sayı. Bunun üçün nə edirəm? Mən əvvəlcə iyonun yükü verilib. Bir də var iyonun yükü, bir də var nüvənin yükü. Bunu adətən şagirdlər qarışıq salırlar. Nüvənin yükü deyəndə protonun sayı nəzərdə tutulur. İyonun yükü dedikdə yuxarıda o elektron alış-verişi baş verir, hansı ki. Yəni onu bildirən ədədləri nəzərdə tutulur. İyonun yükü və bir də onu deyim. Görürəm ki, X-a baxanda elektronun sayında da məchul var, A var. Protonun sayında da məchul var, B var. Yenə Z-də də eyni mənzərədir. Amma məndə Y-də sadəcə bir məchulum var, A. Ona görə də elə ilk başlayacağım Y-dən. Y-də nə deyir? İyonun yükü, yəni ki, müsbət 2 bərabərdir. Protonun sayı, yəni 12 çıxılsın elektronun sayı, yəni A. Buradan isə A bərabər olacaq, deməli, 10-a. Tapdım ki, A 10-a bərabər imiş. Elektronun sayı 10 imiş Y-dən. Gətirib yerinə qoyuram. A 10-a bərabərdirsə, onda X üçün elektronun sayı 18-ə bərabərdir. Mənfi 2, yenidən yeni düstura gəlirəm. İyonun yükü bərabərdir. Protonun sayı çıxılsın elektron. Mənfi 2-ni yazmışam. Bərabərdir. Protonumun sayı nə verib? B verib yazıram yerinə. Çıxılsın nə? Buradan isə B bərabər olacaq 16-ya. Yazıram yerinə 16-da. Allah sən saxla. B-ni də buradan tapdım ki 16-ya bərabərdir. Yazdım yerinə. Gəlirəm indi yekun. Z-imdəki C-ni tapmağa. Deməli, yenə iyonun yükü düsturuna gəlirəm. Bu hissəni silirəm. Ehtiyac yoxdur məncə qalmağına. Müsbət 2 iyonun yüküdür. Bərabərdir. Protonun sayını tapmışam. Daha doğrusu tapmamışam, onu tapıram elə. Protonun sayı çıxılsın elektron. Elektronun sayı nədir? B-ni nə tapmışam? 16. 16-nın da üstünə 8 gəlirəm. Eləyir 24. Yazıram yerinə 24. Buradan isə C bərabər olacaq 26-ya. Deməli, mənim burada Z elementində protonun sayı 26-ya bərabər imiş. İndi isə keçirəm növbəti testin izahına.